Sizsə cinsi əlaqədən çəkinmək lazımdır və ya cinsi əlaqə olubsa artıq dərhal həkimə müraciət etmək lazımdır. Preventiv, yəni qabaqcadan gələn tədbirlər görmək lazımdır ki, yoluxma baş verməsin. Bu da mümkündür. Yəni bizim təbabətin əsasını qoyan insanların dediyi kimi ən yaxşı müalicə profilaktikadır. Yəni xəstəliyin qarşısını almaqdır. Ona görə də bunun da yolları var, üsulları var. Əvvəla paltar sabunu ilə cinsiyyət orqanlarını yumaq, sonra həkim tərəfindən təyin olunmuş dezinfeksiya edici maddələrlə, aseptik, antiseptik maddələrlə cinsiyyət orqanlarını işləmək ki, bu virusları bacardıqca məhv eləmək üçün. Yox, əgər bu alınmazsa, əgər yoluxma baş verirsə, onda həkimə müraciət edib onu vaxtında müalicə eləmək lazımdır. Müalicə özü burada iki hissədən ibarətdir. Birinci hissə papillomavirusun yaratdığı yəni törəmələr, xırda ətciklər aradan qaldırılmalıdır, ziyillər və ondan sonra da xəstənin immunitetinin qaldırılması və onun xəstəliyə qarşı orqanizmin müqavimətinin artırılmasına çalışan müalicə təyin olunmalıdır. Həmən müalicəni təyin edərkən həkim əvvəlcə xəstədən nümunə, analiz üçün nümunə götürür, kanaldan yaxma götürür, xanımlarda vaginadan yaxma götürülür, kişilərdə sidik kanalından və təyin olunur. Papillomavirusun hansı ştamı bu şəxsdə var və ümumiyyətlə varmı? Əgər varsa, aparılan müalicənin içində virus əleyhinə dərmanlar təyin olunur. İmmun sistemi stimulyasiya edən dərmanlardan başqa virus əleyhinə də dərmanlar təşkil olunur, təyin olunur. Eyni zamanda immun sistemi artıran dərmanlar da təyin olunur. Yox, əgər analiz olunanda məlum olsa ki, virus burada yaxmada aşkar olunmayıb, onda əsas müalicə kimi immun stimulyasiya götürülür, amma yerli təyin olunan dərmanlar virusid, yəni virusu öldürən dərmanlardan geniş istifadə olunur. İndi keçək suallarımıza.